Zihnin gözə görünməz dünyası hər bir insanın zehnində bir kainat gizlidir. Görünməz, amma möhtəşəm. Hər düşüncə, hər hiss, hər xatirə bu kainatın ulduzu, planeti və dalğasıdır. Bəzən biz ona nəzər salırıq, amma çox vaxt unuduruq ki, orada baş verən hər şey həyatımızı formalaşdırır. İnsan ruhu bir okean kimidir. Səthi sakit görünə bilər, amma dərinlikdə fırtınalar, axınlar, qarışıqlıqlar və gözlənilməz sürprizlər var. Hər bir düşüncə bir dalğa, hər hiss bir su damlası kimidir. Psixologiya isə həmin okeanın dibinə enmək üçün verilmiş işıqdır. Bu işıqla biz düşüncələrimizi, hisslərimizi, gizli arzularımızı görə bilərik. Zehnimizdəki səhnədə hər gün bir tamaşa keçirilir. Hisslər aktyor, düşüncələr rejissor, vərdişlər isə ssenaristdir. Biz o səhnədə oynayırıq, işdən, ailədən, dostlarla, bəzən isə tək qalanda. Amma çox zaman unuduruq ki, müəllif də bizik, tamaşanın quruluşçusu da. Hər bir qərar, hər reaksiya səhnəni dəyişdirir. Hər fikrimiz yeni bir dekor, hər hissimiz yeni bir işıqlandırmadır. Bəzən səhnə kaotik görünə bilər, amma hər detalın bir mənası var. Duyğular bizim ən sadiq bələdçilərimizdir. Qəzəb sərhədlərimizi qorumağa çağırır, qorxu ehtiyatlı olmağı xatırladır, kədər sakitliyə öyrədir, sevinc isə ruhumuzun azadlıq mahnısıdır. Hər duyğu bir işıq kimi zehnimizdə parlayır, bəzən kölgə yaradır, amma heç vaxt yox olmur. Qəzəb qırmızı alov kimi, qorxu boz və dumanlı bir dağ kimi, sevinç sarı günəş kimi, ümid isə mavi işıq kimi. Hissləri rənglərlə təsəvvür etmək zehnimizin gizli dilidir. Biz tez-tez duyğularımızla mübarizə aparırıq, onları gizlədirik, rədd edirik. Amma psixologiya deyir, duyğunu bastırmaq onu yox etmir, sadəcə dərinlərə göndərir. Bir gün o duyğu geri qayıdır, deyir, məni eşitmədin, indi qulaq as. Ona qulaq asmaq, daxili sükutun qapısını açmaqdır. Ona qulaq asmaq, özünü tanımağın ilk addımıdır. Zehnimizdə daim iki səs var. Biri sakit, hikmətlidir, daxili intuisiyamız. Digəri isə qorxularımız və narahatlıqlarımızdır. Həyat bəzən bu iki səsin mübarizəsidir. Amma hər dəfə dayanıb qulaq assaq, doğru cavabı daxili səs verir. Daxili səsimiz çox vaxt pıçıltı kimi gəlir, amma diqqətlə dinləsək bütün yönləri göstərir. Psixologiya həm də güzgüdür. Başqalarını necə gördüyümüz, əslində özümüzü necə gördüyümüzdür. Əgər başqalarını tez-tez tənqid edirik, bəlkə də özümüzdəki natamamlıq hissi danışır. Əgər tez inciyiriksə, bəlkə də dəyər görmədiyimizi düşünürük. Hər reaksiya daxili ehtiyacın səsidir, hər davranış keçmiş yaranın izidir. İnsan yalnız o zaman azad olur ki, keçmişi ilə barışır, hisslərini tanıyır və onları idarə etməyi öyrənir. Bu azadlıq heç nə hiss etməməkə deyil, hər hissi dərk edib onun mənasını anlamaqdır. Ağrı, qorxu, kədər, bunlar bizi sınağa çəkir, amma əslində ruhumuzu oyadır. Psixologiya elmdir, amma eyni zamanda sənətdir. İnsan ruhunun rənglərini tablo kimi göstərir. Hər zəngin mənası var. Sevincin sarısı, qorxunun bozluğu, ümidin mavi dərinliyi, qəzəbin qırmızısı, sükutun şəffaflığı. Həyatımız da bu rənglərin qarışığıdır. Qaranlıq tonlar yaranırsa, o tonların içində işıq tapmaq mümkündür. Beyin hər an yeni sinir əlaqələri yaradır. Hər nəfəs, hər düşüncə bizi yenidən formalaşdırır. Düşüncələrimizdən görünməz heykəllər, xəritələr və labirintlər yaranır. Ağrı da bu yolda sadiq yoldaşdır. Özünlə üzləşmək çətindir, amma hər ağrı səni oyadır. Hər düşdüyündə içindəki parça oyanır, səni daha güclü edir. Hər kiçik qələbə, hər öyrənilən dərs zehnimizi zənginləşdirir. İnsan psixologiyası təkcə beyində deyil, ürəkdə də başlayır. Duyğuları anlamaq intellektdən çox mərhəmət tələb edir. Hər birimiz içimizdəki kiçik uşağı qoruyuruq. O uşaq sevgi, diqqət və qəbul axtarır. Başqalarına yumşaq olduqda o uşağa şəfa veririk. Özümüzə sərt olduqda onu incidirik. Psixologiyanın ən böyük dərsi budur. Başqalarını anlamağa çalış, amma əvvəlcə özünü anla. Öz zehnini tanıyan insan başqalarının zehnini də anlaya bilər. İnsan zehninin ən böyük sirri dəyişmək gücüdür. Özünü dərk edən insan dünyanı da dəyişə bilər. Düşüncələrimiz, hisslərimiz və hər kiçik addımımız bizi yenidən yaradır. Hər nəfəs, hər duyğu sizi daha da gücləndirir. Bu, sizin gizli, gözlənilməz dünyanızdır. Baxın içinizə, çünki bütün cavablar oradadır.
Sükut, diqqət və özünü anlamaq, zehnin gözlənilməz gücünü açmaqdır. Müəllif Nuray Rəhimli.